Salam, xoş gördük hər birinizi. Növbəti çəkilişlə qarşınızdayıq. Bugün qonağım Türkiyədə təhsil alan tələbəmiz Həsəndir. Salam Həsən, xoş gördük. Salam, mən Həsən Mürsəliyev. Cərrahpaşa Tibb Fakültəsi 4-cü kurs tələbəsiyəm. 4-cü kursa keçmişəm. Artıq 3 ildir ki, fakültədə təhsil alıram. Təməl tibb dediyimiz hissəsini bitirmişəm. Artıq klinik hissəsinə başlayacağam. Belə. Mən istərdim ki, Həsən, tibbə getmək istəyən tələbələr və ailələr üçün əvvəldən başlayaq ki, sən hansı imtahanları verdin, hansı nəticələri göstərdin, hansı universitetlərə müraciət etmişdin? Biraz oradan başlayaq və davam edək. Türkiyədə oxumaq üçün genel olaraq 2 sistem vardı, bildiyimiz bir YÖS, bir ingilis dili SAT sistemi. Mən SAT sistemindən gəlmişdim. Niyə? Çünki mən Türkiyə bursları hədəfləyirdim. Türkiyə bursları ilə də YÖS sistemi ilə girmək mənim dönəmimdə namümkün idi. Çünki 2022-ci ildə hər universitet öz YÖS imtahanını keçirdirdi. Yəni buna görə də bir qarşılıq olurdu. YTB sistemi də bunu qəbul etmirdi. Mən SAT ilə müraciət etdim universitetlərə. SAT skorum 1580 idi. TOEFL vermişdim SAT-imdən 1 il əvvəl. Ondan 90 nəticəm vardı. Başqa nəticəm vardı. Sonra özümün buraxılış attestat imtahan nəticəm önəmli idi YTB üçün. Oradan da 285 bal toplamışdım. Başqa nəticəsi vardı. Bir də YTB-nin özünün keçirdiyi bir riyaziyyat imtahanı vardı. O imtahandan da deyəsən 50 üzərindən 46 yığmışdım. Belə. Sizin vaxtınızda YÖS tibb üçün bir dezavantaj idi. İndi son dəyişən sistemlə Yox, tibb üçün dezavantaj deməyək, ümumi qəbul üçün daha avantaj idi. YTB üçün tamamilə dezavantaj idi. Çünki ümumi bir sistem deyildi. İndi onu mərkəzləşdiriblər. Bəli, MYÖS eləyiblər, mərkəzi YÖS eləyiblər. TR-YÖS eləyiblər. MYÖS hocam çox köhnə bir sistemdir. 2009-cu ildə bağlanıb. 9 mu idi, 2013 mü idi? O bayağı bir köhnə sistemdir. İndi ildə 2 dəfə olur deyəsən, bir oktyabrda olur. Bəli, mən hətta qardaşım girdi. Maşallah. Neçə yığdı? 476 yığıb deyəsən. Hacettepe dişi qəbul oldu hətta bu gün. Xeyirli uğurlu olsun. Təbrik edirəm. Təşəkkür edirəm. Universitet listin necə idi bəs? Bu balların bildiyi, bəs hansı universitetlərə müraciət etmişdin və hansılardan müsbət, hansılardan mənfi cavablar aldın? Mən 1-ci Hacettepe yazmışdım, 2 Ankara yazmışdım, 3 Cərrahpaşa yazmışdım. Bunu Türkiyə burslarında. Bəli. Hər üçünü ingiliscə yazmışdım. Sonra da eyni sistemin sonrakı 3-də eynilərin türkçəsini yazmışdım. Çünki mənim əsas məqsədim Ankarada oxumaq idi. Çünki o dönəm Ankarada həqiqətən oxuyan dostlarım vardı. Bir çoxu ODTÜ-də və s. Ona görə Ankarada oxumaq istəyirdim, amma Cərrahpaşa denk gəldi. O sıralamanı YTB nəyə görə eləyir, çox da bilmirəm. Məncə onların sistemi biraz daha fərqlidir, onun başqa bir konudur. YTB səni müsahibət elədi? Bəli. Müsahibə necə keçmişdi, nə ilə bağlı yanında qalan qədərilə? Müsahibədə YTB-nin belə bir strategiyası var. Onlar istəyirlər ki, onların Türkiyə diasporasını xaricdə təmsil eləyəcək xarici tələbələr yetişdirməkdir. Onların sualları da bundan görə olur. Yəni deyirlər ki, məzun olandan sonra nə etmək istəyirsiniz? Və yaxud da təhsil dönəmində nə ilə məşğul olmaq istəyirsiniz? Bu Amerikanın sistemində olur, holistic admission deyirlər. Tələbənin maksimum hər tərəfli olmasına diqqət edirlər. Üstünə tələbənin maraqlı bir insan olmasını tələb edirlər, musiqi, idman və s. Belə suallar vermişlər. Məsələn, mənə verilən ən strateji suallardan biri demişdilər ki, siz məzun olandan sonra nə etmək istəyirsiniz? Məzun demədilər, peşəvizə əlvizə alandan sonra nə etmək istəyirsiniz? Mən demişdim ki, əsas məqsədim Amerikaya falan gedib orada işləməkdir. Ki, yəni gerçəkdən qarşılaşandan sonra iş biraz dəyişdi. Amma o cavab vermişdim. Bir də demişdim ki, istərdim ki, Türkiyədə bir müddət işləyim, çünki Türk xalqına bir mənəvi borcum var və s. Yəni belə strategik cavablar verməyiniz çox işinizə yarayar. Çünki verdiyim cavab biraz iki başlı idi, açıq danışaq. Həm dedim burada qalın, həm elə eləyim. Biraz qəbul elədilər onu. Onda sən yalnız Türkiyə bu YTB ilə müraciət etmişdin, onda normal dönəm apply eləmədin bir də? Normal dönəm apply-lar eləmişdim. Amma belə bir problem oldu. Problem deməyək, universitetlərin artıq başvuru tarixinin başladığı vaxtlarda YTB nəticəm açıqlanmışdı. Onda bu yaxşı məsələdir. Yaxşı idi. Yəni mən o zamanı kimi toplardan Türkiyədəkilərdən Hacettepe müraciət etmişdim. Bir də ODTÜ müraciət etmişdim. Çünki backup plan kimi ağlımda molekulyar biologiya oxumaq var idi. Tibb olmasa molekulyar biologiya. Bəli. Hacettepe mənə rədd cavab vermişdi. Çünki Hacettepe'nin o dönəmdəki strategiyası daha çox RFO qaliblərini götürmək idi də.
Bəs ümumiyyətlə mənim maraqlıdır ki, sən tibbə getməyə necə qərar verdin? Yəni məsələn molekulyar biologiya və ya nə bilim başqa bir istiqamət yox, məs tibb o qərar hansı dövrdə oldu və necə oldu? Yəni mənim biraz idealist bir insanam, uşaqlıqdan da elə olmuşam da. Və balacalıqdan həvəsim var idi, bilmirəm niyə. Bir də mənim 2 dənə bibim oğlu var. Nəsli ən böyüklərdir. Həmişə biz bunları müqayisə edirik. Yəni deyirlər Cavid Fərid, Cavid Fərid. O Cavid də hal-hazırda həkimdir. Yəni, o adam həmişə gözümdə bir nevi bir ekol kimi oldu, bir idol olub. Biraz da ondan nümunə almışam. Bir də mənim atamın özü də çox cavan yaşlardan diabet xəstəsi olub. Yəni, onun çəkdiklərini falan görmüşəm. Ona görə həkim olma istəyi gəlib həmişə içimdə. İndi artıq 3 ildir Cərrahpaşadasan. Bəli. Ümumiyyətlə Cərrahpaşa az bilənlər üçün, bizi yeni izləyən, daha kiçik siniflərdə olan şagirdlər üçün, ailələr üçün Cərrahpaşanın biraz qurulması ilə bağlı bəlkə bir tarixçəsi, bayaq danışdığın tarixini bir daha danışa bilərsən ki, maraqlı ola bilər kimlər üçünsə. Oradan davam eləyək artıq. Yəni Cərrahpaşa Tibb Fakültəsi xəstəxana olaraq bayağı köhnədir. Yəni Türkiyə Cümhuriyyətinin qurulduğu vaxtlardan var olan bir xəstəxanadır. Hətta bizdə bir şəkil var. Atatürk indiki dekanlıq binasının qabağında oturur. Dekanla danışanda deyir ki, bu hastane Atnalı kimi sahilə qədər uzanmalı falan. Yəni ondan sonra həqiqətən xəstəxana kampusunu genişlətirlər. Amma fakültə olaraq 1967-ci ildə açılır. Yəni mən yanlış bilmirəmsə, dönəmin İstanbul Tibb Fakültəsi hocaları oldu. Bunlar hansı ki, dönəmin sisteminə qarşı çıxıblar, universitetdən qovulublar və onlar da bir yerdə birləşib Cərrahpaşa Tibb Fakültəsini qurublar. Və Cərrahpaşa Tibb Fakültəsinin belə klinik olaraq ən yenilikçi işlərini görənlər də həm onlar olub, həm də 2-ci Dünya müharibəsindən sonra almanların başqa ölkələrə qaçması səbəbilə həkimlər də gəlib və bu həkimlərin özləri də çox şeyləri qatıb. Yəni, bir çox şey var, yəni hal-hazırda spesifik adda yazma deyil, amma hocalar dərs anlatdıqca deyirlər, məsələn, filan bir hücrə var, bunun adını bizim universitetdə oxumuş bir hoca qoyub, işləmiş bir hoca qoyub. İndi 3 ildir Cərrahpaşadasan. Təəssüratların necədir ümumiyyətlə? Məmnunsan oradakı prosesdən? O basic qismi bitirmiş oldun. Bəli, mən təməl tibb hissəsini bitirmişəm hal-hazırda. Təəssüratlarını eşitmək istəyərdim ki, necədir ümumiyyətlə? Yəni Cərrahpaşa Tibb Fakültəsi hal-hazırda kampus olaraq yenilənmə içərisindədir. Yəni kampus tikilir. Bu çoxdan olmuş bir plandır, amma bəlli səbəblərə görə yeni başlanıb. Yəni kampus cəhətdən bayağı bir əksiyimiz var. Onun üstündən deyim, Cərrahpaşa seçmək istəyənlər üçün məncə önəmli bir faktordur. Ondan əlavə təhsil keyfiyyəti olaraq həqiqətən çox yaxşıdır. Çünki mən 1-ci kursun yayından bəri hər il xəstəxanalarda işləməyə çalışıram. Və xəstəxanalarda işlədikcə hocaların bizə nə qədər dəyərli şeylər öyrətdiyini görürəm. Məsələn, şey olur. Bizdə komitə sistemidir. Komitə sistemi necədir? Məsələn, biz ürək-damar sistemi görürük. Bunun fiziologiyası, fiziologiya bir orqan sisteminin normal işləyişini öyrədir. Patologiyasını, anormal işləyişini, sonra klinik hissəsini görürük, histologiyasını görürük, farmakologiyasını görürük. Farmakologiya dərman sahəsidir. Hər şey bir yerdə görürük. Üstünə də klinik hocalarımız gəlir. Yəni xəstəxanalardan həkimlər komitə dönəmində gəlib bizə dərs deyirlər. O hocaların öz təcrübələrindən spesifik şeyləri bizə anlatması və sonradan o spesifik şeyləri görməyimiz həqiqətən bir gələcəyin həkimi olaraq mənə çox xoşuma gəlir və fakültəyə qarşı olan sevgimi biraz da artırır. Bəs tədrisin ağırlığı necədir? Yəni proses ağırmı gedir, rahatmı gedir? Cərrahpaşa Tibb Fakültəsi normalda Türkiyədəki digər fakültələrə nəzərən deyilənə görə rahatdır. Amma yəni mən və özümün məsələn də akademik ortalamam falan yetərincə yaxşı olmasına baxmayaraq mənə də ağır gəlir. Yəni bu tibb sisteminin gərəyidir. Amma Cərrahpaşa Tibb Fakültəsinin nəyi yaxşıdır? Bizimkilər biraz imtahan sistemini sıxlaşdırırlar və toplulaşdırırlar. Sizə dediyim komitə sistemi. Məsələn, bir şeyin, bir sistemin hər yönünü birdən görəndə artıq beynimizə daha yaxşı oturur. Bir də imtahanlar final dönəmimiz ekstra qısa olur deyə. Bizim təhsil dönəmlərimiz də digər universitetlərə nəzərən daha uzun olur. Məsələn, mənim səhv bilmirəmsə, Hacettepe Tibb Fakültəsi dərslər bayağı gec başlayırdı. Oktyabra yaxın, sentyabra yaxın. Amma onlar məsələn imtahan dönəmləri uzun olurdu. Məcburən tətil müddətləri də daha qısa olurdu. Məsələn, o konuda Cərrahpaşa bir tık daha avantajlıdır digərlərinə nəzərən. Bir də şey də var. Ekol olayı da var da, yəni
Cərrahpaşa Tibb Fakültəsi, İstanbul Tibb Fakültəsi bunlar Alman ekoludur. Yəni zamanında Alman hocaların təhsil sistemini qurduğu universitetlərdir. Hacettepe Amerikan ekoludur. Məsələn Çukurova var. Çukurova da deyəsən Cərrahpaşa İstanbul Tibb Fakültəsi bənzəri qurulmuş bir fakültədir. Yəni Hacettepe'nin hocaları qurub. Onlar məsələn Amerika ekolu biraz daha çətindir öyrətmə olaraq. Birinci kursdan etibarən hər yay təcrübə proqramı eləməyə çalışırsan, xəstəxanada işləməyə çalışırsan. Bir sənə nə qatdığını düşünürsən və nə qədər vacib olduğunu, onu fikrini bölüş. Bir də ümumiyyətlə nələr görürsən, nələri təcrübə edirsən, biraz o hissəni istəyirəm fikrini açasan. Mən birinci kursdan bəri radiologiya ana bilim dalında təcrübə edirəm. Bunlar da xalq arasında daha çox bilinir anjiyo. Yəni həm zamanında həm kardiologiya, həm də radiologiya görmüşdüm. Yəni anjiyo laboratoriyasında ola biləcək bütün işləmləri demək olar görmüşəm. Bunun mən nə qatdı? Bu daha çox damar xəstəlikləridir. Damar xəstəlikləri də ən çox kimdə görülür? Nisbətən kök insanlarda, nisbətən siqaret çəkən insanlarda, diabetik xəstələrdə. Bu xəstələrin özlərində gəlişən komplikasiyalar deyirlər də. O komplikasiyaları gördüm. Bunların verdiyi zərərləri gördüm. Yəni siqaret, obezite, diabet, hormonal problemlər, bunlar günümüzün problemləridir və gələcəkdə də çox artacaqlar. Yəni bunların oluşturduqları tabloları görmək insan xoşuna gəlir yəni. Xoşuna gəlir dediyin. Yəni bir həkim olaraq xoşuma gəlir. Çünki bu mənim gələcək təcrübəmdir. Məsələn də bir insanın mən daha çox periferik işləmlər görmüşəm. Yəni bir insanın ayağından baxanda aşağı-yuxarı başa düşürəm ki, bu insanın damarları tıxalı ola bilər. Artıq yəni mən neçə ay, birinci kurs 3 ay, ikinci kurs 3 ay, bu ildə 1 ay getmişəm. Yəni 7 ayda təcrübəm var. Aşağı-yuxarı bir texnisyen qədər bilərəm məncə. Ortalama bir texnisyen qədər bilərəm bu işi. Okay. Onda düz anlayıram, sən radiologiya ilə davam etmə planı üzərindəsən. Hal-hazırda elə bir planım var. Amma bilmirəm yəni. Çünki dediyim kimi mən təməl tippi bitirmişəm. Bundan sonra klinik görəcəm. Kliniki də biraz açardın, hələ tibb oxumayan tələbələr üçün, ailələr üçün. Yəni belə izah eləyim. Tibb fakültəsi sistemi 3 yerə bölünür. 1 təməl tibb, 2 klinik, 3 də internship deyirlər. Birinci 3 ildə bildiyimiz kitabları oxuyuruq, sadəcə teorik bilgiləri alırıq, qismi praktik bilgiləri alırıq, ən təməllərini. Sonrakı 2 ildə stajlar başlayır. Yəni biz artıq rotasyona dönürük. Yəni dahiliyyə, pediatri, qadın doğum, genel cerrahi və s. və s. Hər yeri gəzdirirlər, hə? Bəli, bütün xəstəxanadakı bütün dalları görürük. Bütün branşları tək-tək görürük. Yəni bundan sonra verə biləcəyim bir qərardır. 6-cı kursda artıq internshipdir. Oradan nə imtahan olur, nə ortalama olur, nə və s. və s. Türkiyədə onlara minimum maaş verilir və o minimum maaşla 1 il müddətində həkim kimi işləyirik, praktisyen həkim kimi. Bunlar nə olur? Acildə növbət tuturuq, acildə işləyirik. Yəni bildiyimiz bir həkim oluruq yəni. Bu 6-cı kursa aiddir. Bəli, bəli. Uzmanlıq bunun davamındadır artıq. Sahə. Uzmanlıq artıq tamamilə ayrı bir sistemdir. Yəni Türkiyədə uzmanlıq oxumaq istəyirsinizsə, tibbdə uzmanlıq sınavı var, TUS. Ona girib. Bunu Türkiyədə oxuyanlar da verməlidir. Evet, bunu hər kəs verir. Bunu hər kəs vermir. Sadəcə Türkiyədə uzmanlıq oxumaq istəyənlər. Yox, yəni Türkiyədə oxuyan da və ya Türkiyəyə xaricdən gəlmək istəyən də. Bəli, bəli, hamısı verir. Sadəcə kontinjanları fərqlidir. Yabancı kontinjan və yerli kontinjan olaraq dəyişir. Mənim bildiyim Azərbaycanlılar Azərbaycan fakültələrində oxusalar belə ala bilirlər. Çünki orada önəmli olan 2 şey var. Ya Türk vətəndaşı olmalısan və yaxud da Türk soyluq bəlgəsi ala bilirsən. Yəni o konuda çox da bir bilgiyə hakim deyiləm, amma mənim bildiyim Azərbaycanda oxuyan tələbələr də o Türk soyluq bəlgəsini ala bilirlər. Anladım. Və uzmanlığın tibbdə uzmanlıq sınavı ayrıca bir prosesdir və onun davamında artıq istiqamətlər müəyyənləşir. Bəli, bəli. Orada artıq yəni biz necə şey var, dövlət imtahan mərkəzi sistemi var, imtahana girirlər, sonra bölüm və fakültə yazırlar, universitet yazırlar, sıralamaya girirlər, sonra puanına görə bir yerdə yerləşirsən. Yəni TUS imtahanı tamamilə eyni məntiqdir. Bəs mənim sənin fikrin maraqlıdır ki, məsələn Türkiyədə tibb oxumaq və uzmanlıq eləmək var. Almaniyada ehtimallardan biri Almaniyadır, biri Amerikadır. Bu fərqli belə deyək, məktəblərlə bağlı təəssüratın və fikrin nədir? Belə deyim, təbii ki, hər üçü çox dəyərlidir. Hər üçü də yəni bir Almaniyada məzun olmuş kardioloqla Türkiyədə məzun olmuş kardioloq arasında yəni keyfiyyət baxımından mən
O söz deyə biləcək insan deyiləm. O söz mənə düşmür. Amma bir tələbə olaraq deyə bilərəm ki, Türkiyədə uzmanlıq sınavına girməyin belə bir avantajı var ki, yəni necə deyirlər, öz kaderin öz əlində olur. Siz bir imtahana girirsiniz, nəticə yığırsınız və ona görə atanırsınız. Almaniyada getməyin belə bir dezavantajı var ki, yerli kontenjanlar dolur, boş qalır və yabancılar ora atanır. Məsələn, prestijli branşlar, siz estetik cərrahi istəsəz, nə bilim, məsələn də girişim radioloji istəsəz və s. istəsəz, oradakı kontenjanlar zaten az olur. Zaten dolu olur. Yəni öz kaderiniz öz əlinizdə olmur deyə bir tık dezavantajlı olursunuz. Ona görə mən öz təhsilimi də Türkiyədə davam etdirmək istəyirəm. Ona görə tibbdə uzmanlıq sınavına girmək istəyirəm. Amma məsələn də siz daxili bir branş istəyirsiniz. Məsələn, endokrinoloq olmaq istəyirsiniz. Deyirsiniz ki, zaten Almaniyada daxiliyyədə boş yerlər qalır. Mən rahat atana bilərəm. Yəni artıq orada sizin hansı ölkədə daha rahat olacağınızı düşünməlisiniz. Deyirsiniz ki, mən Almaniyada daha yaxşı yaşayaram, kafa yapma uyğundur. Almaniyaya gedərsiniz. Maddiyyatınız yaxşı olar, Amerikaya gedərsiniz. Və yaxud da yəni Türkiyədə istəyirsiniz, Türkiyədə oxuyarsınız. O tamamilə öz əlinizdə olan bir şeydir. Bir də belə bir şey deyinim, yəni cərrahi branşlarda Türkiyədə oxumağın bir tık daha avantajlıdır. Çünki belə necə deyirlər, Türkiyədəki tibbi etik digər ölkələrdəki qədər inkişaf eləməyib. Biraz daha bunun necə bir şeydir? Məsələn də mən özüm də türklərin MHRS sistemi var. Oradan girirsiniz, randevu alırsınız. Randevu alanda yazır ki, mən qəbul edirəm ki, öyrətim görevliləri, asistanlar, uzmanlar, professorlar, yəni orada tibb eğitimi alan hər hansı bir insan mənim müayinə və müalicə edə bilər. Siz bunu qəbullanıb gedirsiniz. Amma Almaniyada elə deyil. Məsələn, siz həkimsiniz, mən xəstəyəm. Mən deyirəm ki, Rüfət müəllim mənə toxunmasın belə. İki dünya bir ola, siz toxuna bilməzsiniz. Eyni şey cərrahi işləmlər üçün də keçərlidir. Ki, yəni cərrahi eğitim alan bir asistanın təhsil həyatı boyunca edinməli olduğu ən dəyərli bilgi praktik bilgidir. Siz nə qədər çox vaka eləsəz, o qədər bilgili olursunuz. O cəhətdən Almaniya bir tık daha dezavantajlıdır. Cərrahi asistanlar ona görə bir neçə ildə həm daha gec yetişir, həm də biraz daha az vaka görürlər. Bizdə bir şey var idi, KBBC hoca, KBB şey deməz, lor həkimi, qulaq, burun, boğaz həkimi. Bu adam çox qəşəng rinoplastika edirdi, burun əməliyyatı. Adam bizə demişdi ki, Almaniyadan mənə həkimlər gəlir, mənə ödəniş ödəyirlər ki, gəlib mənim əməliyyatlarımda iştirak edə bilsinlər. Yəni anlata bildin də, yəni həqiqətən fərqi. Həsən, mən istərdim biraz da sən bizi izləyən tələbələrdə və ya şagirdlərdə fikir olsun deyə biraz da texnologiyanın inkişafından, süni intellektin inkişafından, tibbin kəsişməsindən danışardıq ki, ümumiyyətlə temp necə gedir? Məsələn, cərrah başlayan hocaları, müəllimləri nə deyirlər? Çünki müxtəlif istiqamətlərdə süni intellekt çox kəskin və sürətli şəkildə proseslərə müdaxilə etməyə başlayıb və orada çoxlu ssenarilər var ki, həkimlərdən, məsələn, müxtəlif araşdırmalar paylaşılır ki, həkimlərdən daha yaxşı təsbit etməyə başlayıb, daha yaxşı diaqnoz qoymağa başlayıb. Ümumiyyətlə, süni intellekt və tibb necə görünür siz tərəfdən baxanda? Belə danışım, yəni tibbin əsas bir diaqnostika hissəsi var, görüntüləmə diaqnostika hissəsi var, bir cərrahi hissəsi var, bir də xəstə ilə danışıb müayinə hissəsi var da, yəni ən sadə dildə danışsaq. Həqiqətən görüntüləmə diaqnostika hissəsində AI çox xüsusi yerdədir. Yəni keçən dəfə hətta bir şey oxumuşdum. Bir qadın xəstənin məmə kanseri tutmasını bir neçə il əvvəlcədən görüntüdən saptanmışdı AI. Yəni bu çox vav edici bir şeydir. Necədir? Görüntüdə çox xırda bir nodül var. AI deyib ki, bu nodül gələcəkdə böyüyəcək və həqiqətən də böyümüşdü. Çox ucuz bir şey. Böyümə olmamış, yəni proses olmamış, heç olmamış. Çünki xarici dövlətlərdə daha çox mammoqrafi rutin edilən bir şeydir. Bəlli bir yaşdan sonra orada saptanmışdı. Mən də çox şok olmuşdum. Amma bu işin psixolojik tərəfi də var. Bu işin mali tərəfi də var. Biz fizik müayinə ilə başlayır, inspeksiyonla. Bir xəstə içəri gəldiyi andan etibarən siz bunu artıq diaqnoz qoymağa başlayırsınız. Yəni bu insanın yerişi, danışığı, hərəkətləri və s. Bu xəstənin anamnezi, yəni öz öyküsü, keçmiş öyküsü və s. Və siz bunlara nəzərən ağlınızda bir ön tanı qoyub nöqtə atışı görüntüləmə və analizlər istəyirsiniz.
Bu konuda AI-ın insanı əvəz eləməsi həm mali olaraq çox böyük pullar tələb edir, həm də etik və psixolojik olaraq çətin bir şeydir. Çünki siz insansınız. Özəlliklə də orta sinif və yaxud da məsələn kənd əhalisi deyək, yaşlı kənd əhalisi. Bu insanlara danışdığı dil həm çox çətindir. İnsanlar belə öz aralarında onları anlaya bilmirlər rahat-rahat. Həm də bu insanların şikayətlərini ifadə eləmə üsulu da çox çətindir. Daha belə ləhcə ilə və ləhcə ilə, lori dillə və s. Bir də yəni kim özünü həkim yəni robota əmanət eləmək istəyər? Biraz etik olaraq düşündüyünüzdə insanın qəbul edəcəyi bir şey deyil rahat-rahat. Bir də məsələn belə düşünün. Məsələn biz xəstənin müayinəyə toxunuruq və s. Məsələn bir xəstə şikayət haqqında sizə yalan dedi. Yəni qoca bir xəstədir. Deyir ki, mən öz övladlarımı maddi olaraq çətinə salmayım deyə öz şikayətlərini gizlədir. Xəstənin sağ üst kadranında ağrı var. Məsələn öt daşı var da. Bunu gizlətmək istəyir. Yəni siz görürsüz ki, belə gözə görülür bir simptom yoxdur. Xəstə də ağrısını gizlətir. Belə toxunanda görürsüz ki, xəstə belə atlanır yerindən. Yəni belə minik şeyləri AI-ın hələ ki anlama qabiliyyəti çox çətindir. Bir də elə bir məsələn aparat istehsal olunur. Düşünün, bu adam həm incə toxunuş, həm kaba toxunuş, həm dinləmə, həm o anda xəstənin üz mimiklərini algılama və s. Çox belə çox geniş bir aparat olmalıdır. Yəni bu aparatı istehsal etmənin maliyyəti nə qədər olar? Ki, yəni buna müqabil olaraq bir həkimin yetişdirilmə maliyyəti nə qədər olaraq düşünəndə AI-ın hələ ki həkimləri tam olaraq əvəz eləmə ehtimalını mən yaxın gələcəkdə görmürəm. Amma uzaq gələcəkdə olacaq bir şeymiş kimi görsənir. Bəs coexistence deyilən birlikdə mövcudluğu necə görürsən? Yəni həkimlərin işini səncə nə qədər AI assisted deyirsiniz? AI assisted bəli. Məncə yaxın indi belə istifadə olunur. Bizə Da Vinci aparatı var robotik cərrahiyyədə. Yəni insanın elədiyi hərəkətləri daha həssas bir hərəkət növünə çevirərək daha mükəmməl kəsiklər eləyir. Cərrahi işləmə daha mikrometrik olaraq daha mükəmməl olur. Amma sənin dediyin kimi görsənən budur ki, nəzərə alsaq ki, şərti sən 2028-lərə doğru bitirəsən inşallah tibb təhsilini, dalınca uzmanlıq və 2030-larda artıq sənin karyeranın belə deyək də başlama və inkişaf olacaq. Ehtimalı necədir növbəti 5-7 ildə? Növbəti 5-7 ildə əsas deyirəm, AI assisted cərrahilər, həkimlər və s. olacaqdı, amma tamamilə AI-ın həkimi əvəzlənməsinə mən inanmıram. Mən orada amma biraz daha ola bilər ki, indi sən mühəndis qardaşlar desin də ona. Biraz orada yəqin ki mən öz çörəyimdən olmaq istəmirəm. Mən biraz mühəndis yoldaşlarla çox otururam deyə ehtimalım budur ki, orada edilən investisiyalar və gedilən yol çox sürətlidir. Ola bilər ki, sənin dediyin kimi bütün sahələrdə tətbiqi zaman alacaq və vaxt gedəcək. Amma prosesin çox içində olacağı artıq indidən çox belə əmarələri var. Təbii hazır içindədir yəni. Və bu elə bil o intensivliklə müxtəlif sahələrdə daha dərinə gedəcək. Ola bilər sənin dediyin kimi bəzi spesifik diaqnoz qoyma. Amma məsəl üçün texniki olaraq düşünəndə məsələn otağa bir neçə yerdə kamera qoymaq, o facial expressionlar dediyimiz üz mimikalarını, bədən davranışlarını süni intellektin analiz edə biləcəyi alqoritm yazmaq mühəndislərin edə biləcəyi sadəcə şeylər qrupundadır da. Yəni ki, elə bil otağa bir neçə yerə kamera qoyurlar. Tutaq ki, siz otağa girdiniz, hətta xəstəxanaya girdiyiniz andan süni intellekt sizi izləyir. Orada sadəcə arxada mühəndislərlə həkimlərin birgə çalışması lazımdır ki, sizin müəllimlər, hocalar kimi adamlar o özləri nə edirlərsə onları süni intellekt öyrədə bilsələr, AI-yə öyrədə bilsələr, zamanla bir çox şeyi eləmə nöqtəsinə gələcək. Amma belə düşünün, məsələn, Da Vinci aparatı dedim sizə, onun hal-hazırdakı qiyməti bir neçə milyon dollardır. Yəni Cərrah Tibb Fakültəsi 4-5 il əvvəl alıb onu. Yəni siz düşünün, xəstənin girdiyi andan müayinə eləməyə başlaya biləcək bir otaq sisteminin maliyyəti nə qədər olacaq? Və bu, yəni belə düşünün də, indiki sistemdə belə hər il Türkiyədən məncə bir 4-5 min tələbə məzun olur, həkim məzun olur. Yəni 70 milyona Türkiyə çatdıra bilmir həkim sayısı. Eyni sıxıntını Almaniya yaşayır. Almaniyada çox. Yəni düşünün, yəni
Siz nə qədər aparat istehsal etməlisiniz? Bu dediyin nüansla razıyam, amma aşağı yuxarı oxşar müzakirələr və suallar o vaxtı kompüterlərlə bağlı olubdu. Otaq boyda kompüterlər olubdu. Məsələn, orada rəylər var. 50-ci illərin, 60-cı illərin rəyləri var ki, bundan o tərəfə kiçiltmək olmur. Bundan o tərəfə kompüter hara qədər kiçiləcək və ya nə bilim 1900-cü ilin əvvəllərində belə şeylər var ki, bəşəriyyət çatacağı maksimuma çatıb. Bundan o tərəfə kəşf qalmayıb. Məncə biz hər şeyi kəşf eləmişik tipli qərara gələn adamlar var. Sonra şeylər var, məsələn. O Henry Fordun məşhur sözü var da, deyir ki, insanlardan soruşası olsaydım ki, nə eləmək olardı? Daha sürətli qaçan atlar istəyəsiydilər. Yəni elə bil bizim algımız və bizim təəssürat, mən sənə razıyam ki, tibbdə bu ola bilər ki, biraz daha yavaş sürətlə getsin, işin etik tərəfləri, texnoloji tərəfləri, maddi tərəfləri. Amma elə bil ki, çox ciddi bəzi sahələri məncə sıradan çıxaracaq və ya işin bir qismini... Təbii görüntüləmə sırrını tamamilə aradan çıxaracaq. Məsələn də hematoloqlar nə edirlər? Xəstəyə ön tanı qoyandan sonra alırlar qan analizini, mikroskopda baxırlar, gördükləri şeyə görə tam tanı qoyurlar, diaqnoz qoyurlar. Məsələn, onu çox qəşəng bozarar. Radioloji görüntülər alar, verərsiniz, 2 dəqiqə tık deyər. Yəni bir həkimdən daha yaxşı rəy verərsiniz. Bu indi belə olan bir şeydir. Düşünsək ki, indi milyardlarla yatırım edilir sənayelərə, süni intellektə. Yəni mən bu texnologiyanın kəşf olunmayacağını demirəm. Texnologiya kəşf olunandan sonra bunun mass production var da. Yəni həkimlər tamamilə əvəz edə biləcək qədər fazla o aparatın istehsal olunması, hər bir aparatın tək maliyyəti falan hesablayanda görürsüz ki, çox böyük bir şeydir. Bununla bağlı mənim çox xoşuma gələn bir dənə nümunə var. Oxuduğum və eşitdiyim. Deyir ki, əvvəl faytonçular var idi ki, at sürürdülər. Sonra onlar işsiz qaldılar. Amma bir qism adam sadəcə bundan sonra maşın sürməyə başladı və taksi sürücüsü olmağa başladı. Yəni aşağı yuxarı tibbin də ola bilər ki, hansısa tərəfində daha dəqiq tanılar qoymağa, daha dəqiq diaqnoz qoymağa tibb süni intellekt kömək eləsin. Amma mütləq ki, həkimlərə başqa istiqamətlərdə daha geniş fürsətlər və yəqin ki, hərəkət alanlar açacaq ki, o şəkildə olsun. Təşəkkür edirəm. Mən istəyərdim ki, biraz da tibbə gəlmək istəyən şagirdlər üçün deyəsən ki, ümumiyyətlə proses nə qədər belə demək mümkünsə, məsələn, məndən soruşan uşaqlara mən əksərən belə deyirəm ki, təxmini 9-12 illik bir yolu nəzərə almaq lazımdır. Bu yol həqiqətən o qədər çətinmi görünür? Məsələn, başlayan, məsələn, 3 il yolun bir 30%-ni belə demək mümkünsə keçmiş biri olaraq, 20-30%-ni keçmiş biri olaraq. Yol doğrudan da o qədər uzundur, yoxsa proses deyildiyi qədər çətin deyil, yolda bəzi şeylər daha rahatlaşır? Məncə yolun bir hissəsindən sonra rahatlaşır. Çünki tibb fakültəsini oxumağın özəlliyi ilə də ailə üçün ən çətin cəhəti nədir? Maddiyyat. Yəni ilk 6 il həqiqətən hal-hazırdakı ücretlər çox yüksəkdir. Məsələn, mən Cərrahpaşa Tibb Fakültəsi $12.000-dır. Həqiqətən yüksək puldur. Yaşamla birdə harca bir 20.000-ə doğru çıxır, ha? Çox rahat çıxar. Çox rahat çıxar yəni. Belə düşünürsünüz, yəni 6 il mən o qədər pul verəcəm, amma 6 ilin sonunda siz artıq asistan doktor kimi işləməyə başlayanda həqiqətən çox yaxşı pul qazanırlar. Yəni asistanlar belə Azərbaycanda orta üst segment bir insanın qazandığı maaşı qazana bilirlər. O yüzden ondan tərəfəsi maddi olaraq rahat olacaq. Amma bu işin mənəvi və yaxud da fiziksel tərəfini getdikcə ağırlaşır yəni. Çünki mənim hazırda gördüyüm tək iş nə idi? Hər gün səhər dərsə get, dərsdən çıx, praktikaya get, dərs oxu, gün bitdi. Artıq bundan sonra staj başlayacaq. Həftənin 3 günü xəstəxanada olacam. Səhər 8-dən 9-dan, axşam 4-ə 5-ə kimi. 2 günü səhər-səhərdən axşama kimi dərslərdə olacam. Gördüyüm dərslər daha ağır olacaq, gördüyüm şeylər daha spesifik olacaq. Onunla keçən sonra internliyə başlayacaq. TUS oxuya-oxuya internliyi ilə məşğul olmağa çalışacağam. TUS sistemi, yəni düşünün, oturub o textbookları üst-üstə qoysam 2 metr adam boyun kəsər bəlkə də. O qədər qalın textbooklar, yəni bir dərsin bir textbookundan referans alınır bu adamlar. Yəni biokimyadan 4-5 dənə textbookdan referans alırlar. Yəni oturub düşünəndə həqiqətən çətinləşir. Sonra asistanlıq başlayır.
hərəkət tutmalı olduğunuz minimum 3-4 dənə növbət var. 24 saat növbətlər var. Aktiv işləməlisiniz, işləyə öyrənməlisiniz və s. və s. və s. Yəni məncə iş getdi çətinləşir. Amma yəni türklərin bir sözü var, gülü sevən dikəninə katlanır. Həqiqətən həkim olmaq istəyirsinizsə, məncə çəkilə biləcək bir yoldur. Yəni o qədər abartıldığı qədər çətin deyil. Çünki siz 0-1 gözü ilə baxsaz, deyərsiniz, o nə boyda yol var. Amma o yol yavaş-yavaş getdikcə, ağırlıq yavaş-yavaş artdıqca məncə insanı o qədər də yıpratmır. Uzun vadədə yıpratır, yəni belə o qədər də yormur. Bəs indi 8, 9 və ya 10-cu sinifdə olan və tibb təhsili almaq arzusunda olan şagirdlərə və onların ailələrinə nələr məsləhət görərdin? Bu imtahanla bağlı ola bilər, hədəflə bağlı ola bilər, müraciətlə bağlı ola bilər. Mən onlara bir dənə məsləhətim olsun ki, yəni xaricdə tibb oxumaq üçün sadəcə Türkiyə yoxdur. Avropada çox gözəl şanslar var. Bunlar üçün çox vaxt nə edirlər? Mən ATO-da eşitdiyim bir neçə dənə uşaq var idi. Bunlar Azərbaycana gəlirlər. 1 il müddətində, 1 və ya bir neçə il müddətində ATO-da oxuyurlar. Bu müddət ərzində alman dili öyrənirlər. Ki, zaten mənim bildiyim Avropada universitetə qəbul olmaq üçün bəlli bir yaş lazımdır. Tibb fakültəsində elə bir şey var. Siz daha yaxşı bilərsiniz o konuları. Mən o qədər hakim deyiləm. Bu adamlar sonradan Almaniyada, Çexiyada ölkənin öz dilində olan fakültələrdə pulsuz təhsil ala bilirlər. Onlar da çox gözəl opsiyonlardır. Sadəcə Türkiyə deyil məncə. Bir də bundan sonra məncə tendensiya artıq TRS üzərindəndir. Yəni Türkiyədə tibb oxumaq istəyirsinizsə, yəni prioritet birinci yerə göz qoymalıdırlar məcburən. Avropa ilə bağlı qismdə də, TRS ilə də bağlı qismdə məncə haqlısan. Avropa ilə Almaniyada təhsil 12 illik olduğu üçün, Azərbaycanda məktəblər 11 illik olduğu üçün birbaşa Azərbaycandan qəbul olmaq olmur. Ya gedib Almaniyada 1 il student college oxuması lazımdır tələbələrin. Elə bir şeydir, mən səhv eləmirəm. Və ya sən dediyin kimi burada tibb universitetinə daxil olur. 1 il ortalamanı. Yəni tibb universiteti yoxdur, yəni o bir neçə ili özəlliklə oğlanlar üçün əsgəri problem var da. O bir neçə ili keyfiyyətli keçirmək lazımdır. Dil olaraq özünüzə bir şey qatmalısınız, yəni bilik olaraq bir şey qatmalısınız. Orada Almaniyanın halında əksərən B2, C1 Almanca sertifikatı tələb eləyirlər. TESTAF üzərindən əksər hallarda. Əgər yerli universitetə giribsə 90-ın üzərində, hətta 95-lərin üzərində GPA ortalama tələb eləyirlər. Almanlar xüsusən ortalama mövzusunda çox həssasdırlar. Yuxarı ballar istəyirlər. Bir də 12-ci elə bil 1 və 2 il oxuyur tutaq ki burada. Müraciət eləyəndə onlarda student college'ın bir neçə tracki var. T tracki var, M tracki var, M medicine trackidir. Orada riyaziyyat, fizika, biologiya, kimyadan universitetin tələblərinə görə imtahan verməsi lazımdır. O imtahanı verəndə artıq dediyin kimi təhsil ödənişsizdir. Ödənişsiz şəkildə təhsil ala bilir. Sadəcə ailələr banka hesabına 10.500 avro civarında pulu depozit kimi qoyurlar və tələbələr oradan istifadə edirlər. Yəni o öz pulunuzdur. Öz puludur, bəli. Öz pulunuz. Təhsil pulsuz olur, sadəcə yaşam üçün. Yəni açıq danışaq, maddi olaraq fikirləşəndə Türkiyədən daha məntiqlidir. Daha ucuza başa gəlir. Bəli, çünki dediyim kimi Türkiyədəki bu dəqiq tibb fakültələrinin ortalama qiyməti 10.000 dollar civarıdır. Özəllər 40-a doğru, koç falan 40-a doğru qalxır. Yəni çox Koç ayrı bir aləmdir. danışa bilərsən. Koç çünki şey eləyir, hər universitetin dövlət və böyük fakültə Hacettepe, Cərrahpaşa, Çapa və s. bunların təməl tibb xocalarının bildiyi transfer ücreti kimi alırlar. Daha yüksək maaş təklif edirlər. Adamlar gəlirlər yəni. Onda koç istəyirsən hamısını yığır ha ora. Yığır yəni təbii ki. Koçun maddi imkanları çox üst düzeydədir. Koçun xəstəxanası çox üst düzeydədir. Ona görə məncə koç çox ayrı bir səviyyədir. Tək dezavantajı az xəstə olmasıdır. Hə. Bahalıdır deyə Az. Çünki məsələn Cərrahpaşa, Çapa, Hacettepe, Ankara bunlar nədir? Bunlar xəstələrin axırıncı olaraq getdiyi xəstəxanalardır. Və burada yəni çox uc vakalar olur. Mənim dostum var. O mənə danışırdı ki, keçən dəfə bir dənə xəstəyə diaqnoz qoyulub. Hoca deyir ki, 1 milyonda bir görülən bir şeydir. Yəni biz necə textbookda belə, textbooklarımızda çox belə yekə kitablar olur. Balaca yazılır da. O balaca kitabın belə yarım santimlik yazılan hissəsində bir xəstəlikdir. O gəlir çıxır. O gəlir çıxır məsələn dövlət xəstəxanalarına. Yəni çox dəyərli bir şeydir məncə o. Yəni sənin dediyin kimi həkimlərin təcrübə yaşaması lazımdır ki, кейsləri öyrənsinlər.
və o şəkildə inkişaf edə bilsinlər. Avropanın halında isə, məsələn, Çexiyanın halında, Polşanın halında, Macarıstanın halında isə bu daha çox olur IELTS balı ilə və ya TOEFL balı ilə və əlavə onlar universitetlərin riyaziyyat, biologiya, kimya daxili imtahanları olur və o şəkildə qəbul ola bilirlər. Dediyin kimi olur. Bir də mən sənin fikrin və belə deyək də məsləhətin belə demək mümkünsə maraqlıdır. Bizdə yerli universitetlərdə oxuyan, amma davamını daha yaxşı yerlərdə, tutaq ki, Cərrahpaşada və ya başqa bir yerdə uzmanlıq eləmək istəyən tələbələrə hansı fikirləri bölüşərdin ki, nələr eləyə bilərlər ki, daha yaxşı karyer pəsləri olsun, belə demək mümkünsə? Yəni mənə çox vaxt verilən ən böyük suallardan biri budur ki, ATU yaxşıdır Cərrahpaşa. Yəni mənim cavabım budur ki, ikisi də eyni şeylərdir, müfrədat eynidir, keçirilən şeylər eynidir, bilik eynidir. Sadəcə yəni təəssüf olsun ki, Azərbaycan Tibb Universitetinin diplomu çox yerə tanınmır. Yəni mənim də ATU-da oxuyan bir neçə dostum olub, həmişə onlara da məsləhət görmüşəm ki, TUS-a girsinlər. Ya dediyim kimi, çünki öz kaderiniz öz əlinizdə olur. Almaniyaya getsəz, yəni məsələn Türkiyənin top fakültələri belə rahat-rahat mərkəzi yerlərdə, yaxşı yerlərdə qəbul ola bilmirlər. Periferik yerlərdə alırlar və yaxud da mərkəzi yerlərdə alsalar belə prestijli branşlardan ala bilmirlər. Yəni ATU-da bənzər bir şey olur. Periferik yerlərdə qəbullar aldıqları üçün mən həmişə tərəfdarı olmuşam ki, ATU məzunları da TUS-a girsinlər. Çünki yəni artıq uzmanlıq eğitimimizi çox yaxşı bir yerdə aldıqdan sonra qapılar çox açıq olur. Çünki hocalar öyrətməyə çalışırlar, hocalar ondan da keçdim, sizə referans olurlar, sizi başqa yerlərə göndərirlər və s. olur deyə daha avantajlı olursunuz. Ya maddi baxımdan çox yaxşısınız, amma Amerikaya gedin təbii ki. Düşünürsən ki, Amerika daha yaxşı olar? Təbii ki, yəni dünyada dönən bütün texnoloji investisiyanın %90 Amerikadan çıxır. Bunun tibbə yansıması bəs? Yəni tibbi də bənzər bir şey olacaq. Okay. Yəni çünki mən məsələn görürəm də istifadə olunan tibbi malzəmələrin ən kalitəlisi Amerika istehsalları olur. Medtronic deyə bir dənə şirkət var. Ən kalitəli onlardan çıxır. Yəni məncə bu tibb sisteminə də yansıyır. Biraz da istəyirəm qalma şəraiti ilə bağlı danışasan. Ki qaldığın evdə mi qalırsan, yataqxanada mı qalırsan, tək mi qalırsan yoxsa bölüşürsüz məkanı? Deməli mən Türkiyə bursları özü bizə yurt verir. Mən 3 il orada qalıram. Türkiyə burslarının ayrıca yurdu var. Yox, Türkiyə bursları sadəcə yurtlarla anlaşması olur. Sizə özü ora atıyır. İlk qaldığım yurt çox qəşəng idi. Həqiqətən oradan Adgözəl və Əjdər, Nihat deyə 3 dənə çox dəyərli dostlarım oldu. Yəni videolar baxsalar və canı gönlünə salam göndərirəm onlara. Salamlayırıq onlara. O çox gözəl bir yurt idi. Sadəcə bu deprem dönəmi oldu. Yurt depremə dayanıqsız çıxdı. Başqa bir yurda atdılar. O yurtda da yenə eyni uşaqlara qaldı. Sadəcə YTB-lərə pis davrandılar. Çünki bizə edilən ödəniş normal tələbələrin özlərinin etdiyi ödənişdən daha az idi deyə çox pis davranıldı. Total YTB-yə şikayət yazdı, dəyişdirdilər, başqa bir yurda atdılar. Sonra o yurt depremə dayanıqsız oldu, bağladılar, başqa bir yurda atdılar. Ora 6 nəfərli idi. Mən də biraz dediyim kimi konformun fazla düşkün bir insanam. Bir üzrə YTB-yə məktub falan yazdım, anlaşmağa çalışdım. Sağ olsunlar, köməklik göstərdilər. Yurdum dəyişdi. Hal-hazırda Rumeli Türklər Vakfı deyə bir vakf var. Oranın yurdunda qalıram və tək nəfərlikdə qalıram. Amma digər otaqlar 2 nəfərlikdir. Çox da bir şey dəyişmir. Yetərincə konformdur. 3 ilə 4-5 yataqxana dəyişir. Çox 4-5 dənə dəyişmir. Ayağımı atdığım yer bağlandı. Bir dənə də maraqlı fun fact, o yurt da bağlandı. O da dağlı depremə dayanıqsız çıxdı. Rumelidə? Vallahi. İndi onda hələ ki bilmirəm də, hələ ki havadayam. YTB haranı versə. Bu il Erasmus düşüncəm var. Erasmusa qəbul olmuşam. Yəni getsəm, yəni evə çıxmaq maddi olaraq sərflənmir. Çünki 4-5 aylıq çıxmış olacağam. Qalan sonra ayların pulunu durduq yerə vermək istəmirəm. Erasmus sentyabrdan almısan yoxsa fevraldan? Fevraldan, bahar dönəmi üçün. Hardan almısan? Slovakiyaya qəbul almışam. Çünki mənim Erasmusa getmə səbəbim biraz daha şeydir. Avropa təcrübəsi yaşamaq və s. deyə biraz qaranti olsun deyə hafif düşük bir yer yazdım. Həm də düşündüm. Mən hibə qəbul etməm çox yüksəkdir. Hibə alsam, yəni pulumu daha rahat bir şəkildə sərf eləyə bilim. Məsələn, Almaniyada 750 avro alan bir dostum var hal-hazırda. Adam deyir ki, pul mənbəsləmir.
Bəs bu Erasmusa müraciət sadəcə universitetin daxilində bir listi var, partnyor olduğu universitetlər. Erasmus total bir sistemdir. Hər universitetə ayrı-ayrı kontingent ayrılır, sonra universitet öz içində ayrılır. Orada səhv eləmirəmsə %40 sizin ortalama puanınızdır. Yəni ortalamanız vurulsun 0.4 plus İngilis imtahanına girirsiniz və Almanca hansı ölkənin dilinə gələcəksinizsə, o imtahanın %60-ı. O ikisinin nəticəsinə görə siz. Bəli, bəli. Başa düşdüm. Anladım. Bəs ümumiyyətlə yataqxananı bildim, yataqxanaları bağlaya davam edirsən. Bəs qida ilə bağlı məsələləri necə həll edirsən? Yataqxanalar təmin eləyir yoxsa? Yataqxanalar təmin eləyir, amma açığını deyim, heç keyfiyyətli deyil. Yəni həftənin 7 günündən 200 günü qəşəng yemək çıxır da. Mən çox vaxt ya universitetdə yeyirəm, ya bayırda yeyirəm, amma Türkiyəyə gedəcək olanlara deyim, həqiqətən metropol şəhərlərdə qida keyfiyyəti çox düşükdür. Aşırı düşükdür. Yəni bir doymursunuz, iki doyanda şişirsiniz. Yəni mən az yeməyimə baxmayaraq kökəlirəm. İğrənc bir tablo ortaya çıxır da. Başa düşdüm. Azərbaycan çox rahat özləyəcəksiniz, onu deyim sizə. Biraz da istəyərdim, məsələn, bəzi ailələr olur ki, yalnız Ankara istəyir, nə bilim, yalnız 3 böyük şəhərdən biri olsun istəyir. Ümumiyyətlə bu xüsusən tibb tərəfdən baxanda bu böyük şəhərlər Ankara, İzmir, İstanbul və digər şəhərlər ümumiyyətlə tibb universitetinin dağılımı, hansı universiteti niyə seçmək olar? Biraz da bu haqqda danışardın. Universitet şəhər seçmək edibsə, yəni təhsil kalitəsinə çox da bir şey seçilməz. Çünki böyük fakültələrdə oxuyursunuzsa, EGS olsun, aktiviniz olsun və s. və s. Məncə ortada fərq olsa belə çox da major bir fərq olmaz. Xırdapara fərqlər olar. Şəhər nəyə görə seçdilər? Məsələn, İstanbul çox kaoslu bir şəhərdir. Mən keçən semestr çox böyük stres çəkdim. Nə qədər siyasi olaylar oldu, üstünə deprem oldu. Yəni hər həftə ayrı bir olayla gözümü açırdım səhər. Biraz yorucu şəhərdir İstanbul, nə yalan deyim. Ankaraya getmişdim. Ankara daha düzənli bir şəhərdir, amma daha sıxıcı bir şəhərdir. İstanbul qədər əyləncə olasılığı o qədər yüksək deyil. Yəni İstanbulun bir viyaləndi var, nəyə desəz deyər. Sonra İzmir. İzmir məncə İstanbuldan Ankaranın ortası bir yerdədir. Hətta İstanbuldan daha əyləncəli ola bilər. Çünki eşitdiyim qədərilə İzmirdəki fiyatlar İstanbula nəzərən çox-çox daha ucuzdur. Razıyam, məncə elədir. Çox-çox daha ucuz. Məsələn, mən İstanbulda Ankaraya getdim, %10'luq bir fərq hiss elədim. Həm ev kiralarında, həm qidada və s. Məncə İzmirdə daha ucuz olar. O fərq bayağı asar orada. Bəs bu universitetləri məsələn, şərti deyirəm, bir Cərrahpaşalı, bir Hacəttepe'li, bir Ankaralı və ya bir Akdenizli, Çukuroğlu. Fərq o qədər çox hiss olunarmı? Yəni akademik kontent olaraq məsələn ilk 3 ildə və ya total prosesdə akademik kontent o qədər, yəni hırs eləyib ancaq nə bilim 1-2-3-ə düşməsən da ki, Cərrahpaşaya, yəni Hacəttepe'yə, Çapaya düşmə hırs eləməyə ehtiyac varmı, yoxsa ümumi tibbə girmək böyük ölçüdə kifayətli sənin fikrin? Məncə tibb yəni ortalama məncə 25-30 il üstündə bir tibb fakültəsinə girmək lazımdır. Niyə? Məsələn, yeni açılan tibb fakültələrinin ən böyük problemi kadavradır. Kadavra dediyimiz insan bədənində anatomi öyrənmək üçün istifadə olunur. Yeni fakültələrin çoxunda bir dənə kadavra olur. Məsələn, Cərrahpaşa Türkiyədə ən çox kadavraya sahib olan universitetdir. 28-dən desən kadavramız var bizim. Məsələn, biraz köhnə fakültələrin yetərincə kadavrası var. 27-28 belə çox az rəqəmlərdir. Əvvəllər evsiz insanların cəsədlərini kadavra kimi istifadə edirlərmiş. İndi etik qaydalara görə elə bir şey icazə yoxdur deyə bizimkisi 28-dən sınırlı qalıb. Yəni bir dənə kadavrası olan universitetdə işləmişəm mən. Yəni bu təhsil keyfiyyəti. Bütün universitet üçün bir kadavra. Bütün bizə məsələn belə bir şey olur. 3-cü kursda 3003 komitəsi var. Adı topografik anatomidir. Topografik anatomi nədir? Anatomik yapıları bir-birinə nəzərən yerini öyrənib, yəni cərrah olanda anatomi barəsində öyrənməli olduğumuz ən əsas şeyləri öyrədir. Burada da kadavra çox böyük bir əhəmiyyət kəsb edir. Məsələn, hoca gəlirdi, biz onun sözlü imtahanında olduq. Hoca dedi ki, məsələn, filan şey nədir, hardadır, yerini göstər, bunun anatomik önəmi nədir, klinik önəmi nədir, sən məsələn cərrahsan, bunu eləyirsən, bundan nəyə görə, nəyə diqqət eləməlisən və s. kimi konular var idi. Yəni ortada kadavra yoxdursa, siz bunu necə öyrənə bilərsiniz? Yəni bütün tibb fakültələrinin anlaşmalı olduğu bir proqram var, komplet anatomi deyə. Mənim bildiyim, yəni bizə pulsuzdur. Belə normalda almaq istəsəniz, mənim bildiyim
aylığı 100 dollar civarı bir şeydir. Amma bayağı kaliteli bir proqramdır. Yəni o belə bu qədər öyrədici deyil. O proqram nəyə kömək eləyir, nəyə faydası? Tamamilə 3D bir insan modelidir. Bütün orqanlar sistemi var. İstədiyiniz orqanlar sistemi 3D şəkildə baxa bilirsiniz. Onda mən düz anlayıramsa, universitetin adından, brendindən daha çox onun daha köklü olmasına. Köklü olmasına, infrastrukturun olmasına. Bəli. Yəni köklü hər hansı bir fakültədə oxumaq olar Türkiyədə. Yəni o qədər düşünsən ki, o qədər çox fərq olmaz tibb üçün. Çox da bir fərq olmaz. Mən təşəkkür edirəm Həsən, sənə vaxtına görə və çəkilişə Çox sağ olun. Çox xoş oldu səni 3 il sonra təcrübələrini və təəssüratlarını eşitmək, çəkmək. Sənə növbəti 3 ildə də və davamında da bol uğurlar arzulayıram. Çox sağ olun, təşəkkür edirəm. Çox sağ olun.